Salam, hər vaxtınız xeyir olsun. Əziz və dəyərli izləyicilərimiz, bu avqust ayının 23-dür bugün Nati? 24-dür. İsti günlər davam edir maşallah. Yay bitməyə baxmayaraq 36-37 dərəcə istilik var. Bugün gəlmişəm, niyə gəlmişəm? Bura, bu torpaq var burada, bunu çəkib sizlərə təqdim edeyim. Deyirsiniz ki, arkada ev var 2 mərtəbəli. Kim istəsə bütöv alıb, hələ ki, bu günə qədər. Hələ ki, tam alınmayıb, amma söhbətimiz gedir. Burada bəlkə də alınacaq torpaqlar var, bölünəcək. Amma kimsə istəsə bugün zəng eləsə, gəlib baxsa, bu yeri bütöv olaraq ala bilər. Evi də saxlayar, restavrasiya eləyib, burada nə istəsin, yəni özü üçün yarada bilər. Gələcəyinə, lap bölüb də sata bilər. Amma bu torpaq haqqında sizə indi məlumat verəcəm. Natiq gəl mənlə biraz sərinə gün məbtər elədi. Deməli, ümumi olaraq neçə sotdur bura? 21.66. Deməli, ümumi olaraq 21 sot 66 bütöv olaraq Kupçadadır. Yerləşmə yeri hardadır? Buzovuna Mərdəkan yolu, polis akademiyasına çaxmamış, sağ tərəfdə Palma Villa var. Hansı ki, şəhərcik. O şəhərcikdən bura 200 metrlik məsafə var. Ondan sonra üst üstəmizdə bizim Abşeron və Günəşli sanatoriyası var. Oradan da bura gəlməyə hardasa 500 metr məsafədə yerləşirik. Sonra Hacı Zeynalabdin Tağıyev küçəsindən gələndə hardasa 1 kilometr yarım məsafədə yerləşir bu torpaq. Bayaq Natiq saydı, başım belə piçilməsin, error verdi. 5 dənə. Kofebağın arxasından gəlməyə yolu var, 300 metr. Demək olar ki, bu yerə hər yerdən yol var, gələ bilərsiniz. Hər tərəfində yaşayış var, üzbəyüzündə villalar var, arxasında, üzbəyüzündə. Bu torpaq bugünkü gündə bölünüb də satıla bilər, bütöv də satıla bilər. İnşallah ki, bir sotu bugünkü gündə start olaraq 27.000 manatdır. Bu start qiymətdir. Ümumi olaraq bütöv kimsə alacaqsa, əlbəttə ki, yaxşı endirim eləyəcək. 500.000 endirimi olmayacaq da, çox olur. Hə, yaxşı endirmə olunacaq Allahın köməyi ilə. Bir daha söyləyirəm, kim alsa buranı bölüb özü gələcəyinə yarsın, sata da bilər. Kim alsa bunu bütöv olaraq özü üçün saxlaya da bilər. Ətrafı hələ belə göstərək. Deməli, o daşdan o daşa enlik 32 metrdir. Buradan o tərəfə 28 metrdir. Bütün ölçülər var. Bütün ölçülər var. Hətta bölgü də eləmişik. Nə çıxır? Deməli, bir dənə 6.60 çıxır. Bir dənə 6.60 çıxır. Bir dənə 6 çıxır. Bir dənə 6.66 evlə birlikdə. Evlə birlikdə. Bir dənə 6 evin Bir dənə 6 evin arxasında çıxır. Bir dənə 9, 2 dənə də 4 yarım. Hə, bir dənə 9, 2 dənə də 4 yarım. Burada bölgü eləyəndə, bəli, bir dənə buradan torpaq çıxır. Baxın, bax bu ərazidə deyim sizə, su da var, qaz da var, işıq da var, internet də var, hər bir şey var. Evin içərisində qısa olaraq göstərim sizə, çox gəzməyəcəm. Ev oy, maşallah. Bütün HB sistemi ilə yığılıb, alüminium pəncərələrlə, hamısı. Bax, bütün monolit beton, belə deyim də, təmir elə bugünkü gündə çox möhtəşəm bir villa olar. Kimə maraqlı olsa bunu da saxlaya bilər. 5 otaqlıdır, yuxarısı mansard tiplidir, amma çox qəşəng. Şimdi 6 otaqlı olar, garajı da böyle bir dənə. Qaraj da var, hə, evin arxasında. Onu da eləmək mümkündür. Evin arxasını da göstərək Natiq. Sonra inşallah zənglərimizi gözləyək. Hə, onu da sizə bildirim ki, dəyərli izləyicilərimiz, mən çox vaxtı torpaqlar çəkib paylaşmıram, ancaq onu biləsiniz ki, bizim ofisimizdə Natiq var, mənlə hər zaman birlikdədir. Bilirsiniz, çəkilişlərdə də var. Bütün torpaqlarla Natiq məşğul olur, Natiqdədir. Ancaq bizim ofisdə, yəni torpaqlar haqqında məlumatlarımız var. Satışda olan torpaqlarımız da var. Sonra kimsə istəsə, torpağı olsa bizə müraciət edər, onun torpağını da satmağa kömək eləyə bilərik. Bu işlə bizim ofisdə məşğul olan Natiqdir. Natiqdir. İnşallah ki, kimə maraqlı olsa, kim nə istəsə, mənlə əlaqə saxlasın. Natiqin nömrəsini. Vəbşi, mən burada, indi bizim operatorumuz var da, Elvin bəy. Elvindən xahiş eləyəcəm, bu çəkilişin üstünə Natiqin nömrəsini qoysun ki, Natiqin nömrəsini qoysun. Natiqin nömrəsi 099 299 98 89-dur. Natiqin nömrəsini qoyar bu çəkilişin üstünə. Torpaqlar haqqında kimin sualları olsa, kimə torpaq lazım olsa, kimin torpaq satışı varsa, həyata keçirmək istəsə, Natiqlə əlaqə saxlasın. İnşallah varıdırsa torpağa gəlib baxacaq, çəkiliş eləyib paylaşacaq. Kiməsə torpaq lazım olsa, Natiq onlara torpaq tapıb verəcək. Təşəkkür edirəm sizə, bizi izlədiyi üçün. Bizi izləməyə davam edin, abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.